Amerika Birləşmiş Ştatları yaxın şərqdəki hərbi mövcudluğunu sürətlə gücləndirir. Mövzu ilə bağlı nüfuzlu The Wall Street Journal nəşri öz etibarlı mənbələrinə istinadən xəbər yayıb. Məlumatda Vaşinqtonun bölgəyə əlavə hərbi qüvvələr, tibbi personal və ağır silahlar yerləşdirdiyi bildirilir. Jurnalistlərin araşdırmalarına görə son bir həftə ərzində ABŞ bölgəyə xüsusi əməliyyat qüvvələri cəlb edib və hərbi bazalarında yeni qırıcı eskadrilyalar yerləşdirib. Bu strateji gedişin əsas məqsədi İranla münaqişənin gərginləşməsini nəzərə alaraq Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa daha kəsərli cavab addımları üçün geniş seçim imkanları təqdim etməkdir. İyul ayının əvvəllərində Donald Trump Rusiya prezidenti Vladimir Putinlə İran ətrafındakı mövcud vəziyyəti telefon vasitəsilə müzakirə edib. Həmin danışıq zamanı Putin tərəflərin qarşılıqlı anlaşma memorandumuna əsaslanan danışıqlar prosesinə qayıdacağına və bu yolla əsas problemlərin həll olunacağına ümid etdiyini bildirib. Putin həmçinin Moskvanın gərginliyi azaltmaq və bölgədə sabitliyi bərqərar etmək üçün vasitəçilik missiyasına hazır olduğunu vurğulayıb. Lakin bir neçə həftə sonra Donald Trump Amerika Birləşmiş Ştatlarının İrandakı hərbi əməliyyatları bitirməkdən hələ çox uzaq olduğunu bəyan etdi. O, Tehranın nüvə silahı hazırlamaq üçün istifadə etdiyi iddia edilən gizli hərbi obyektinə ABŞ ordusunun hər an zərbə endirə biləcəyini də qeyd etdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mövcud böhranı şərh edərək xəbərdarlıq edib ki, Fars körfəzi bölgəsində, Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçilik üçün risklər getdikcə kritik həddə çatır. Diplomatın sözlərinə görə tərəflərin qarşılıqlı hücumları nəticəsində həm İranın, həm də ərəb ölkələrinin mülki infrastrukturuna ciddi ziyan dəyir. Mariya Zaxarova vurğulayıb ki, yaranmış gərgin vəziyyət Amerika Birləşmiş Ştatları ilə İran arasında iyunun 17-sində imzalanmış İslamabad memorandumuna əsaslanan danışıqlar prosesinin bərpa edilməsini və regional vasitəçilik səylərini tamamilə çətinləşdirir. Bölgədəki hərbi gərginlik fonunda ABŞ quru əməliyyatlarına başlayır. Sualı yenidən gündəmə gələrkən İrandan da sərt xəbərdarlıq gecikməyib. İran Silahlı Qüvvələrinin sözçüsü Əmir Məhəmməd Əkrəminiya bəyan edib ki, İran Silahlı Qüvvələri ABŞ ilə qarşı durmanın yeni mərhələsinə daxil olub. Onun sözlərinə görə, əgər ABŞ ölkənin cənubundakı infrastruktura hücumlarını davam etdirsə, İran düşməni müharibəni davam etdirməkdən çəkindirmək üçün yeni strategiyalar və ssenarilər həyata keçirəcək. Sözçü həmçinin vurğulayıb ki, ABŞ-nin İranın infrastrukturuna və sahilyanı bölgələrinə hücumları davam etdirdiyi müddətdə silahlı qüvvələrin cavab zərbələri də davam edəcək. Qarşıdurmanın və bəyanatların kəskinləşdiyi bu ərəfədə İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Muhabi daha bir xəbərdarlıqla çıxış edərək gəmiçilik şirkətlərinə Hörmüz boğazının cənub marşrutlarından istifadənin sularda minalar olduğuna görə təhlükəli olduğunu bildirib və rəsmi Tehranın boğaz üzərində tam nəzarəti ələ keçirdiyini iddia edib. Lakin ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazına gəmilərin giriş-çıxışı üzərində tam nəzarəti ələ keçirdiyi iddialarını dərhal təkzib edib. Komandanlığın rəsmi X hesabındakı bəyanatda İranın Hörmüz boğazına nəzarət etmədiyi, Sepahın təhdidlərindən asılı olmayaraq beynəlxalq su yolunun tranzit üçün açıq qaldığı və ticarət gəmilərinin ABŞ ordusunun dəstəyi ilə boğazdan istifadə etməyə davam etdiyi vurğulanıb. Həmçinin mayın əvvəllərindən bəri ABŞ qüvvələrinin 900-dən çox gəmiyə kömək etdiyi xüsusilə qeyd olunub.